uşağı bu universitetə daxil oldu da. Bəli. Bu onun sizə hədiyyəsi idi. Bəs sizin hədiyyəniz nə oldu? Mən onu oxutdurmağım. Xaricə gedir, bilirsən, qapını bağlayın. Bilirsiniz nə qədər vəsait ayırmaq lazımdır. Siz də məndən Kristal Hall'da konsert istəyirsiniz. Bu uşağın təhsili var, bunu böyütmək və başqa ölkədə saxlamaq var. Onsuz da belə olmuşam, uşaqlar bilmirəm bu harda qalacaq, kimdən qalacaq, gözüm heç nə. Ananız gəldi, yalnız 8, mən 9, mamam belə sözü, həftə 8, mən olacağım orada. Bəs yaxşı, orada birdən bir qızın əlindən tutub gətirsə, ay Allah eləsin. Gəlinim olsun İngilis, məni başa düşməsin. Mən də onu başa düşməyim. Deyim, hay. Hay. Harda var belə qaynana, ana? Mən neyim lazımdır? Dili bilməsəm gəlib məni şikayət elə bilməyəcəklər. Başa düşdün, özləri barışıb, özləri davam edəcəklər. Yeni mahnınız da uğur gətirdi. Hansı mahnı? Elçinlər olan. Ay çox. Bilirsiniz də mənim mahnım deyil o. Mən studiyaya girmişdim, gördüm ki, bəklər oxuyurlar və qəşəng də qızlar oxuyublar onu. Girdim, dedim ki, ada mahnı hitdir bilirsən də. Mən də oradan hitləri çox yaxşı tanıyıram. Dedim ki, istəyirsən girin mən oxuyum. Bir oxuyarsan dedim, bəs nə? Girdim, oxudum, oldu duet. Çox bilmiş qızam da. Mən sizə həm deyim bir dənə sözü, bu elə sizə də aiddir. Həmişə lazım olan vaxtda, lazım olan yerdə olun uşaqlar. Bu çox vacibdir. Vallahi sonra könül qırılmasın demək. Ay mənə dəyər vermədilər. Xeyr, özün özünü dəyərləndirəcəksən. Xanım, Elçin bəy deyirmi ki, yeni bir duet edək? Deyir. Deyirəm ki, gözdə də, görməmişik biz. Qardaşım var sırada, Əkbər var sırada, Aygün Kazımova var sırada. Hələ çox adam var. Bu il də çox gözəl tədbirlər, çox gözəl gecələr olacaq inşallah. Məsələ xalq konsertində görüşəcəyik. Bəli, may ayında Qarabağ gəzintimiz. Sağ ola da. Sevirəm səni. Bəli. Qoy hər kəs gəlsin, doğrudan da xalq konserti olacaq. Bütün musiqiçilər öz komandamla hamımız bir yerdə Qarabağı qarış-qarış gəzəcəyik. Bilirsən, mən bir dənə Şuşada olmuşam, hələ heç harda olmamışam. Və fərqli bir kompozisiya hazırlamısınız. Demişsiniz ki, uşaqlar da əylənməlidir, ailəvi şəkildə. Bilirsiniz niyə? Məni sevən ailələr, gələn, bəs uşağı harda qoyub gəlsinlər. O yüzden də kukla teatrı, hər kəslə bir yerdə eləmək istəyirəm. Gün ortalar uşaqlarla bir yerdə teatra baxacağam.